5 nömrəli sual. Baxın 5 nömrəli sual. Deyir, nisbi molekul kütləsi 103 olan. Nisbi molekul kütləsi deyir 103 olan. Və beta olan beta amin turşunun quruluş formulunu yaz. Necə yazarsınız uşaqlar? 103-dürsə bu hansı amin turşunun emeri necə idi? Fərid necə yazarıq? Formul belə idi də. Bəli, Fərid bax bura. İndi bunun emerini uşaqlar nə etməliyik biz? 103-ə bərabər eləməliyik. 14n üzərinə cəb 61, 103. 14n bərabərdir neçəyə? 42-yə. N neçə eləyər? 4 yox, 3. N 3 eləsə uşaqlar, onda bu amin turşusunun neçə dənə karbonu var? Onu birinci mənə deyin. Bu amin turşusunun neçə dənə karbonu var? 4 dənə. Çünki N-in yerinə 3 qoyanda formul belə olur. 4 karbon. Bizə deyir ki, bəli, bizə deyir ki, tamamilə doğru. Tamirlan gör bizə nə deyir? Bizə deyir bunun betasının quruluş formulunu yaz. İndi 4 karbon çəkirəm uşaqlar. Beta deyirsə, mən NH2-ni hara qoymalıyam? Quruluş formulunu çəkdim. Mən burada betanın quruluş formulunu çəkdim. Baxın uşaqlar. Beta amin turşusunun quruluş formulunu çəkdim. Bir də nə istəyir? Deyir, bunun əmələ gətirdiyi tripeptiddə neçə sigma rabitə var? İndi bunun birinci tripeptid deyirsə, mən bunu qurarım. 3 bayaq sizə bunu sual cavabda desəniz, Şəhva cavab verdi. Deməli, bunun tripeptidində sigma rabitəni istəyir. İndi bunun tripeptidini yazaram. 3 amin turşusu tripeptid. Üzərinə gəl neçə molsa? 2 mol. İndi diqqətlə bax. Uşaqlar, bunun birinci atom sayını hesablayın, zəhmət olmasın. Burada görün neçə dənə atom var. Baxın. Üst sayını bilirəm. Görün atom sayı nə qədərdir. Və yaxud burada da N-in yerinə 3 qoyub, tabi elə də tapa bilərsiniz, belə də. Buradakı atomları sayaq bilən. Bilək neçə dənə atom var burada. Sayın bir dənə. Görün neçə dənə atom var. Həm Fərid. 4, o da 2, 6, 16, 4, o da 2, 6, o da 3, 9, o da 4, 10, 16. Onda olacaq 3 vur 16 bərabərdir. X üzərinə gəl. Burada neçə atom var uşaq var? Suda 3 atom var. 2 mol sudursa 6. 3 dənə 16, 49, 48. 48-dən 6 çıxanda neçə edir?